Lerik rayonun Bürsülüm kəndindən vətəndaş çox maraqlı Rəhimov Hüseyin ağa görüntü göndərib. Əslində görüntü, belə deyim, problemi şeirlə ifadə edib. Yəni 2-3 bəndli şeirə kəndin problemini danışıb, deyir, bunu mən bilirəm. İndi şeiri də biz dəyişək deyə artıq bütün Azərbaycan bilir. Baxaq görüntüyə, çox maraqlıdır, təşəkkür edirəm vətəndaşa. Bir iş gəlmir əlimdən. Bunların işi qalıb Allaha, bunu ancaq mən bilirəm. Dedilər internet təzədir, ondan danışma. Yalan yaraşmaz yaşıma. Kabel ilişir boğazıma, onu ancaq mən görürəm. Ambarı satdılar, poçtu apardılar, məntəqəni dağıtdılar, onu ancaq mən görürəm. Yoxdur nə qazı, nə orta məktəb, nə yolu. Hər yalan danışır ağız dolu. İdarədə yox ayaq yolu, onu ancaq mən görürəm. Məktəbdə donur soyuqdan balalar. Hala öz atın çapır ağalar. Ştatları satır dəllallar. Bunu ancaq mən görürəm. Bələdə deyir biri gəlir məni seç. Deputat deyir məni seç. Qardaş gəl Vovdan Nasadiyə keç. Bunu ancaq mən görürəm. Buranın işi nə olacaq? Bəlkə bu kənd şəhər olacaq. Hüseyin ağa da buradan köçəcək. Bunu kim görəcək? Ancaq mən görməyəcəm.